Aprel ayı üzrə pensiyaların ödəniləcəyi tarix artıq rəsmi şəkildə açıqlanıb və bu xəbər minlərlə vətəndaş üçün böyük əhəmiyyət daşıyır. Xüsusilə də sosial ödənişlərə güvənən insanlar üçün bu cür məlumatlar gündəlik həyatın planlaşdırılmasında mühüm rol oynayır. Məlumata əsasən ölkənin paytaxtı Bakı, həmçinin Sumqayıt şəhəri və Abşeron rayonu üzrə pensiyaların ödənilməsi aprel ayının 14-də həyata keçiriləcək. Bu tarix artıq müəyyən olunmuş qrafikə uyğun şəkildə planlaşdırılıb və vətəndaşların rahat şəkildə ödəyişlərini əldə etməsi üçün nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, pensiyaların ödənilməsi prosesi mərhələli şəkildə həyata keçirilir. Yəni əvvəlcə iri şəhərlər və əhalinin sıx yaşadığı ərazilər əhatə olunur, daha sonra isə digər bölgələr üzrə ödənişlər davam etdirilir. Bu yanaşma sistemin daha nizamlı və problemsiz işləməsinə kömək edir. Aprel ayı üzrə pensiyalar yalnız Bakı, Sumqayıt və Abşeronla məhdudlaşmır. Qrafikə uyğun olaraq ölkənin digər regionlarında yaşayan vətəndaşlar da bu ay ərzində öz pensiyalarını alacaqlar. Eyni zamanda güzəştli şərtlərlə pensiya hüququna malik olan şəxslər, yəni xüsusi kateqoriyaya daxil olan vətəndaşlar da ödəyişlərini müəyyən edilmiş tarixlərdə əldə edəcəklər. Bu cür sosial ödənişlərin vaxtında həyata keçirilməsi dövlətin sosial siyasətinin vacib istiqamətlərindən biridir. Pensiyaların gecikdirilmədən verilməsi insanların maddi rifahına birbaşa təsir göstərir və onların gündəlik xərclərini qarşılamaq baxımından böyük əhəmiyyət daşıyır. Digər tərəfdən pensiya ödənişlərinin qrafik üzrə həyata keçirilməsi bank sistemində sıxlığın qarşısını almağa da kömək edir. Bu isə vətəndaşların növbələrdə uzun müddət gözləməsinin qarşısını alır və prosesi daha rahat edir. Ekspertlər bildirirlər ki, bu cür planlı ödəniş sistemi həm şəffaflığı artırır, həm də vətəndaşların dövlət qurumlarına olan etibarını möhkəmləndirir. Xüsusilə son illərdə rəqəmsallaşmanın artması ilə pensiyaların alınması prosesi daha da sadələşdirilib və sürətləndirilib. Nəticə olaraq aprel ayı üzrə pensiyaların ödənilməsi ilə bağlı tariflərin əvvəlcədən açıqlanması və qrafik üzrə həyata keçirilməsi vətəndaşlar üçün rahatlıq yaradır. Əgər siz də pensiya alan şəxslər dəzilsə, qeyd olunan tarixləri nəzərə alaraq planlamanızı edə bilərsiniz. Beləliklə, Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar aprel ayının 14-də, digər bölgələr üzrə isə mərhələli şəkildə bu ay ərzində ödəniləcək. Bu isə o deməkdir ki, hər kəs öz ödənişini vaxtında və rahat şəkildə əldə edə biləcək. Bizi izləməyi unutmayın, çünki ən son xəbərləri və vacib məlumatları sizə sadə və anlaşılan şəkildə təqdim etməyə davam edəcəyik.